Əlbəttə. Mən hələ bilsən nə deyirdim? Nə deyirsən? Bir də onu götürüb bəlkə deyirəm o xalçalarda bura qoyaq belə. Yox, görünmür o. Yox. Görünmür. Baxın nə tərdir. Oturun bax da bura. Coşu, bəlkə biraz belə eləyək kilsəyə tərəf, yoxsa yox? Yox, eləmə. Elə? Çünki evlər çox pis gündə görünür onda. Eləmi? Əlavə ekstra kadr verəcəm. Otur bir dənə səslər zadı yoxlayaq. Salam Eliş. Növbəti podkastımızı necə qərara gəldik? Belə Spider-Man kimi daxta zətdə çəkdik biz. Bura mənim evimin Üst qatıdır. üst qatıdır. Çox istəyir bura. Mən burada indi görsənmir də, sən görürsən. Tamaşaçılar görmürlər. Burada yatıram. Elə olur ki, hava isti olanda çıxıram burada yatıram. Alcaqanatlar zətdə yiyib. Yox, çox gözəldir. Almaniyanın alcaqanatları tərbiyəlidir. Tərbiyəlidir onlar. Mənə bax. Həm də mən bunlarla şey eləmişəm də, daqavor bağlamışam. Əl dəyməsin deyə. Ertraqlı işləyirlər da. Arxamızda kilsə zətdə. Kilsə var. Əladır. Amma yaxşı bir şey eləmişik də, ortam qurmuşuq. Gözəl. Sənlə olan ortam həmişə gözəl olur. Allah köməyin olsun. Çox sağ ol. Allah köməyin olsun zətdə. Yəqin YouTube vurmaz. Müsəlmanıq da bura. Nə qədər xaricdə yaşasaq da. Əlbəttə ki. Necə qərara gəldin ki, ortaya belə bir rəngli vazo qoyasan? Mən məsələn rəngli şeyləri xoşlayıram. Bu vaza da mənim üçün dəyərli bir vazadır. Özüm özəlliklə seçib almışam. Özəlliklə. Nə bilim, sevirəm. Çanaqqale bombasına oxşuyur. Gözəl bir şeydir. Qızıl güllər var üstündə. Üstündə qızıl güllər var. Əl işidir. Sən rəngli bir insansan və rəngli... Çalışıram həyatımı rəngarəng eləyim. Həyatıma rənglər qatmaq istəyirəm. Mən burada atdım. Həyatıma rənglər qatmaq. Mənim standart rəngim var. Mən ağ və qara. Yəni bu mənim standart. Yəni o nədir? Yaponların belə bir teorisi var. Hətta ağ, qara belə alt-alta. Belə olur ki, məsəl üçün evin tam üst qatında yatanda qonşular zətlər deyir ki, məsələn pəncərədən niyə baxsan zət? Yox, elə bir şeylə rastlaşmamışıq, şükür Allaha. Qonşularımız da normal insanlardır. Yaxşıdır. Yaxşıdır, mehribanıq. Heç bir problem yaşamamışıq bu günə kimi. Şükürlər olsun Allaha. Samir, sən Almaniyada maşallah, yəni çox işdən məşğulsan. Yəni mən açıqlama verməyəcəm. Böyük etmin can sahibi sənsən, sən açıqlama verməlisən. Açıqaya görə də çox sağ ol. Təşəkkür edirəm. Deməli, mən hər şeyi qoyuram kənara. Necə oldu ki, sən futbola qoşuldun? Mən başa düşürəm. Mən özüm 7 yaşımdan futbolla məşğul olmuşam. Bir dənə cümləni düzgün quracam. Niyə futbol? Niyə futbol? Çox gözəl sualdır. Gözəl də cavablandırmaq istəyirəm. Azərbaycanda yaşadığım müddət ərzində mən futbolçu olmuşam. Professional futbol oynamışam. Yəni ki, Azərbaycan milli komandasının 15-17 yaşlılarına kimi milli komandaya, yəni oyunçu kimi seçilmişəm, oynamışam. Eyni zamanda Azərbaycanda Qarabağ, Neftçi kimi böyük klublarda futbol oynamışam. Öz sahəm olduğuna görə məhz Almaniyada da pul var, əsas odur. Hələ ki özümüzdən xərcləyirik. Şey var da, bizdə böyüklərdə məsəl üçün gedirsən desən, ay ata, mən bu işdən məşğul olacağam. Deyirlər belə, o işdə pul var, xeyrin var heç olmasa. Yəni həmişə normalda məsəl üçün biz futbolçu deyəndə Messi, Ronaldo falan deyə ağlımıza gəlir avtomatik. Yəni amma ən azından onlar da bir yerdən başlayıblar da. Nəticədə çox uğurlu futbolçularımız var ki, onlar da hal-hazırda başlayıblar və başlama ərəfəsindədirlər və yaxud da necəsə. Məsəl üçün Almaniyanın Lippstadt şəhərində qurduğunuz futbol klubu kimi. Məsəl üçün bir yerdən başlamısınız da. Siz indi hal-hazırda çox gözəl bir dostumuz var, Samir, sən də tanıyırsan, adaşımız. Çox gözəl bir şey söylədi, söz söylədi. Dedi ki, bütün hər şey heç nədən yaranır. Qəşəng, qəşəng. Mən bu videoda bunun sözü altdan qoyuram. Bütün hər şey heç nədən yaranır. Gözü bir yerdə deyil. 3, 2, 1. Bütün hər şey heç nədən yaranır. Bu bizim şuarımız olsun. Bu günün şuarı olsun. Bu günün şuarı budur. Mənə bax, sosial mediyanın aran necədir? Sosial mediyanın çox iç-içiyəm indi hal-hazırda. Çünki klubumuzun sosial mediasının TikTokudur, Instagramıdır, Facebook səhifəmiz hələ ki yoxdur. Bütün sosial bütün sosial şəbəkələri çalışdığım qədər. Buradan Mark qardaşımıza salamlar. Özüm idarə eləmək istəyirəm. Çünki belə deyim də, futbol klubunun
sağ olsun Sərxan Qəmbərova da buradan çox sağ ol deyirik. Maddi bizə çox dəstək olur. Klubumuzun prezidentidir eyni zamanda. Klubun belə deyək də vitse-prezident kimi, qurucusu kimi də mən gedirəm. Bütün ideyalar, bütün şeyləri ortaya mən qoymuşam. Bir futbolçu kimi qoymuşam. Yəni bu mənəmçilik nöqteyi nəzərindən demirəm bunu. Yəni mən eləmişəm deyə yox. Bu bizim Azərbaycanımızın adıdır. Azərbaycan futbolunun adıdır. Çalışdığım qədər istəyirəm ki, sıfırdan hər şeyi özüm başladığım üçün nəyi, harda, necə eləmək lazımdır, onu özüm daha gözəl bildiyim üçün öz ağlıma qulaq asıram. Ona görə də sosial media ilə aram yaxşıdır, indiki halda. Sosial media məsəl üçün belə bir şeydir ki, bu dəqiqə məsələn insanlar çoxu özünü sosial media ilə tanıdır. Məsələn mən podkastı açdım və məsələn mən sosial media vasitəsilə bizim izləyicilərimizin sayı axırıncı videomuzda bilsən nə qədər adam baxıb sosial media vasitəsilə? Podkastınıza YouTube-da 50 qardaşımızın heç kim baxmır. Mən kömək elə bura. İnşallah baxarlar. Həqiqi sosial media bugünkü gündə çox işə yarayır, amma alqoritma da çox qəribə işdir. Yəni iminli lüt soyunmaq lazımdır ki, belə qabağa gitmək üçün. Qardaşım, nə olaydı soyunma? Mən yarıya kimi soyundum. Mənim gedərim də yox. Yox, amma həqiqi bax məsələn bugünkü gündə sosial mediaya baxıram. Bax, podkastda bir rəng qatacaq bir mövzu. Deyək ki, məsələn Azərbaycandakı videolara baxıram da qabağıma çıxır. Ay, bura çox biabırçı deyə özüm var. Yəni hamı soyunur. Yəni bugünkü gündə hamısı oyundur. Elədir. Bizim bəlkə də ən yaralı yerimizdir dəqiq. Yəni mən düşünürəm ki, məsəl üçün həqiqətən qərar var, deyir ki, Azərbaycanda məncə 18 yaşına çatmamış uşaqların TikToka girməyə qadağan olunmalıdır. Və qanun ortaya qoyulmalıdır. Kimdə gördün? Məncə Avropanın bəzi ölkələrində bu tətbiq olunur. Məncə. Amma olsa məncə zor olar. Neçə müddətdir Almaniyadasan? Maraqlı sual. Düşün mən burada. Mən artıq 4-cü ilimə keçib, amma mən bu 3 il nəzərdə tutsaq, 4 il, 3 il nəzərdə tutsaq, 3 il yarım. 3 il yarım. Nə sən deyən olsun, nə mən deyən. 11 il mən Hollandiyada yaşamışam, Niderlandda, Utrecht şəhərində. 2 il yarım, 3 ildə ki, artıq Almaniyada yaşayıram. Çox çətindir Avropa. Var, çətinliklər çox. Mən şəxsən öz adıma deyirəm, çətinliklər çox. Bax, həmişə deyirsiniz ki, biznesmenlər yığıb gətirsən. Bu dəfə də uni biznesmen gətirmişəm siz. Biznesmen və çox çətinlik çəkmiş. Nə çətinliyi var o? Mən bilmirəm, burada söyləməm düzgün çıxar, düzgün çıxmaz. Yağdır geçsin. Çox çətinliklər çəkmişəm. Hər şeydə çətin. Əslində mən futbol klubunu açmaqda çox maraqlı bir şey faktda toxunmaq istəyirəm. Sevdiklərimin bədduası ilə futbol klubunun belə ərsəyə gəlməyi. Sevdiyim insanların mənə fizikada belə bir şey var, təsir əks təsirə bərabər. Təsir əks təsirə bərabər. Bəli. Yəni. Mən çox sevdiyim, məni çox sevən insanların bədduası ilə mən güc tapmışam. Sən çox sevən insanların bədduası ilə. Çox gözəl söz, ha. Sən nə dər istəyirlərsə, bədduası ilə bu yerlərə gəlib çıxmışıq. Çox əziyyətlər çəkmişik. Elə uğurlar, yəni bəddualar nəticədə qazanırsınız, buradan qohumlarından bədduaları gözləyirəm. Altdan komment olar. Ad çəkməyəcəm. Bir nəfər mənə dedi ki, Allahı sənə hakim qərar verirəm. Qoy Allah sənin özü barəsində. Sənin barədə Allah özü hakim olsun. Verdi qərarı. O duadan sonra, o bədduadan sonra o mənim duama döndü, belə deyək. Atı tutmadı. Atı tutmadı, tutdu əslində. Tutdu, yəni. Allah'a hakim qərar verdi. Allah da hakim oldu, amma mənim tərəfimdə oldu da. Düzgün qərarı mənim tərəfimdə. Amma bax, məsəl üçün, indi onu biznesmen gətirmişəm. Bu adamın biznesdən heç bir əlaqəsi yoxdur. Yəni, əslində mən çox güclü biznesmen olmuşam, ha, deyim biləsən. Amma burada yoxdur, Azərbaycanda. Taksi şofirləri olur, məsəl üçün, həmişə hər hansı bir yerdə biznesləri olur, amma heç vaxt əlləri çatmır. Elə bir biznes olub, yoxsa həqiqi? Yox, həqiqi biznesmen. Mənim atam da biznesmen olub, mənim özüm də bizneslə məşğul olmuşam. Azərbaycanda, amma burada yox. Burada deyiləm. Nədənsə hamı orada, bilsən necə, məsələn, mən burada podkast falan açanda və yaxud da söhbət eləyəndə deyirəm ki, əgər Azərbaycanda yaşayışın normaldırsa, hamısını buraxıb niyə görə gəlib burada sürünürsən ki, düzdürmü? Yəni, çox insan deyir, yalandan, biz keçən dəfə Musa ilə podkast eləyənə də demişdik ki, adamlar var, yalandan deyir ki, durun gəlin, nədir, viza düzəldəcək, ondan 5-10 manat cebinə pul qalacaq. İndi məsələ budur ki, Azərbaycanda yaxşı yaşayan adamlara mən məsləhət görürəm ki, gəlməyin. Elə yaxşı da yaşayın. Gəlib burada sıfırdan
bir şey qurub əziyyət çəkəcəksənsə gəlmə məsələn, düzdür. İndi biz də hər hansı bir yollarla gəlmişik, burada öz vəziyyətimizi qurmuşuq. Hər bir insan bərabər deyil, yəni. Hər kəsin vizyoniyası fərqlidir. Təbii ki. Və qaçqınlıq prosesi ilə gəlirlər, özü də çoxları da. O da zülümdür də, yəni. Ona mən də keçmişəm, şükür Allahın bu gününə ki, keçdim, atlatdım o günləri. Çox çətindir. Çox çətindir, çox çətin prosedurdur. İnsan psixologiyası çox pis pozulur. Yəni, bəlkə də bir vaxtı hiss eləmirsiniz, amma bir müddətdən sonra özünüzdə görürsünüz ki, artıq ruhu xəstəyə çevrilmişsiniz. Yəni, paranoyalar yaranır. Mən elə insanlar tanıyıram. Məsələn, gecə yuxularını qarışdıranlar, belə deyim sənə, psixoloji haplar atanlar, dərmanlar atanlar. Var, belə insanlar var. Saçı tökülənlər, üzünün bəzi hissələrinin tükü tökülənlər. Görmüşəm elə insanlar. Hətta stressdən yanır. Stressdən hər şey. Məsələn, insan daxil dünyasında bilmək olmur. Əlbəttə, bəlkə də, hə. Bəlkə elə bir yaşantısı var ki... Cəmaat podcast talk show eləyir, millət yığılır, baxır. Bizə də baxan güvərçinlər olur. Amma gözəl deyil mi? Sülh quşudur. Hə də, yaxşıdır da. Gəlib. Güvərçini, nazım burada podcast çəkir, güvərçinlər zatlar baxırlar. Başımıza sıxmasın. Əsas o da sıxmasın. Yəni, fikirləş. Deyirsən, nə ben milyoner olsam. Sonra TikTok'da zotda yazırlar ki, bərəkətdir da. Şirəz də, yəni, o həqiqətən bərəkət olsa, mən düşünürəm ki, küçədə bir dənə quş qalmaz. Hamı başına sıçdı. Ya da ki, basmasın! Neçə aylar yemləyər ki, sıçmalısın. Qıfızat taxır da. Niyə da var? Niyə də, yəni, uğura inanırsınız, bəli, basmasın! Ən xoşuma gəlməyən nədir? Ümumiyyətlə, Almanlarda. İndi düzdür, Almaniyada yarıdan çoxa ərəb, nə bilim, farisi gəlmədi, amma... Belə deyərdim ki, xoşuma gəlməyən şey yoxdur, brat. Bəlkə də indi yadıma düşmür, amma... Quşları sıçmır. Quşları sıçmır, ənsən. Xoşuma gəlməyən bir şeyləri yox. Bəzən olur ki, məsəl üçün, çox milliyyətçilik eləyən insanları olur. Məsəl üçün, insanlara yuxarıdan aşağı baxırlar. Almaniya dövləti bilirik ki, şeydir də, insanlara ədalətli yanaşma prinsipi ilə idarə olunur. Bərabər. Eşitlilik də, yəni hər kəs eşitdir. Amma bəzən elə insanlar görürsən ki, məsəl üçün, uşaqlıqdan yaşadığı travmalarımı deyim, hansısa bir kompleksimi deyim, onlardan qaynaqlanan o daxili dünyalarında olan o çirkinliyi bəzən qıraqdan gələn insanlara görsədən insanların o xüsusiyyətlərini sevmirəm. Samir, elə olub ki, məsələn, Almaniyada nəsə görmüsən, əslində çox şey olub böyük ehtimal ki, məsələn, deyəsən ki, kaş bizdə də belə bir şey olardı. Yəni, belə bir hal olubmu? O qədər şey var ki, o qədər. Birini misal çək, əslində belə bir rubrikamız var da, hər gələn qonağımızdan ənənəvi olaraq soruşuruq. Məsəl üçün, ən vacib olan nə olmalıdır ki, məsəl üçün, bizim Azərbaycanda da olsa çox yaxşı olar? Mənim yaralı yerimdir bu biraz. Çox yaralı yerimdir. Çox şey var çəkiləsi. Öz sahəm üzrə deyərdim ki, keşkə burada yaradılan uşaqlar üçün, futbolçular üçün yaradılan şərait Azərbaycanda da yaradılardı. Keçən dəfə bir video paylaşmışsan da. Onunla bağlı bir video da paylaşdım. Onu bir dənə açıqlama verdi. Onu mən ekstra bir kəsib paylaşacağım TikTokda. Nədir o səni istədiyin? Mən belə deyim də, qoy sənə. Mən həmişə açıq sözlü insan olmuşam. Heç vaxtda, heç bir zaman, heç bir şeydən çəkinməmişəm. Yəni, gözüm gördüyü heç bir şeydən qorxmuram. Bir şeyin sonundakı ölüm varsa, yəni orada qorxulası bir şey yoxdur ki. Məsələn, mən kasıb böyümüşəm. Mənim atamın çox pulu da olub. Yaxşı pullarla qazanıb, amma maddi kasıb böyüsəm də mənəvi çox varlı böyümüşəm. Atamız bizi, anamız bizi gözəl ədəbdə böyüdübdür. Məsəl üçün, futbol oynadığım illər yadıma düşür. Krasovkam olmayıb, məsəl üçün, ketam olmayıb futbola getməyə. Cırıq keta ilə getmişəm, butsu ilə getmişəm, çox çətinçiliklərlə getmişəm. Məsəl üçün, yadıma düşür burada, mən futbola Xudafərin futbol klubundan başlamışam. Xudafərin futbol klubunda bizim stadion mərkəzi stadionumuz Mehdiyabadda yerləşirdi. Mən səhər tezdən durub getməliydim Dülgər sexinə. Dülgər sexinə? Dülgər sexinə. Orada Dülgər sexindən apilka götürməliydim.
100 metr uzunluğu, 50 metr eni olan stadionun o apilka ilə xəttini çəkməli idim. Başa düşdün? Komandanın kapitanı olaraq o məsuliyyət mənə yüklənmişdi. Bu mənə indiki halda düşünürəm çox çətin gəlir. Yəni indiki halda eləyərdim, amma burada yaradılan əslində şərait orada niyə də yaradılmasın ki? Nədir çətin olan? Nəyə görə stadionlarda oynatmaq üçün pul alırlar? Burada da alırlar. Amma məsəl üçün saatına 100 manat almırlar. İlinə, ayına hər bir insana 15 euro düşür ayına. Və sən təbii otun üstündə oynayırsan, süni otun üstündə yox. Bu mənə təsir eləyir. Və bu mənim sahəm olduğu üçün 2 qat təsir eləmək ki, nəyə görə bizim futbol federasiyası ola, stadionlarımız ola, ərazilərimiz ola, bizim futbolçular inkişaf eləmirlər. 18 yaşa çatdılar, əskəri xidmətlərin çəkdilər. Ondan sonra futbolçu itdi. Mən çox istəyərdim ki, bizdə də olsun bu şərait. İndi ola bilər ki, izləyicilərimizin çoxu başa düşər, izləyicilərimizin çoxu başa düşməz. Başa düşməyən izləyicilərimiz üçün indi hal-hazırda Samirin bir videosunu izləyirsiniz. İzlədikdən sonra geri dönüş edirik. Bu dostlar, bu videonu çəkməkdə məqsədim salam eləyik. Nədir? Biz Almaniyada futbol klubu açmışıq. Deməli, Almaniya Federal Respublikasının yəni futbol klubu üçün yaratdığı şəraiti sizdən tanış edirəm. Deməli, burada 3 dənə stadiondur. Yaxınlaşdırıram, baxın. Bu stadionlar bizə məxsusdur. Yəni həftədə 3 dəfə burada futbol məşqi keçə bilərik, 3 dəfə. Bir dəfə də bazar günləri oyun oynaya bilərik. Bura belə, deməli 1, 2, 3 dənə stadiondur, deməli. 3 dənə stadiondur. Gəlirik, deməli, stadionun bu klub layımıdır. Burada Azərbaycanlılardır, futbolçuların valideynləri. Bax, bura, deməli, futbolçular üçün nəzərdə tutulmuş hər şey var. Bunların hamısı pulsuzdur. Yəni, bu şəraiti dövlət, özü, bələdiyyə. Girirsən, bura bizim otaqdır. Yəni, biz burada soyunuruq, geyinirik, yəni bışqalarımız falan filan, nakitkalar falan burada. Eyni zamanda bunların hər birindən istifadə edə bilərik. Bu da kabab şeydir. Yəni, kabab zat pişirməyə, zada futboldan sonra uşaqlar. Hər cür şərait yaradır. Azərbaycanda da yaradıla bilər. Bu çətin bir şey deyil. Elə bir müddət olub ki, məsəl üçün bezmisən və demirsən ki, çıxıb gedirəm. Çox olur. Samadan amma təfi ilə vuran günlərim yadımda. Həqiqətən. Valla. Niyə elə olub? Cəmaata mı maraqlı olan? Bir dəfə TikTok zamanı. Bir dəfə anam ağlaya zəng vurdu. Bilirsən də hər bir kişinin ilk sevgilisi anası olur. Əlbəttə. Buradan da anama, sənin efirin vasitəsilə, atama, bacıma, qardaşıma, sevdiklərimə hamısına salam göndərirəm. Biz də göndəriyəm üçün. Deməli, anam bir gün zəng vurdu ki, qardaşını döyüblər. Qardaşımı da döyən öz dostları idi. Zarafatça yox. Yox, elə ciddi şəkildə döymüşdülər. 4 nəfər qardaşımı döymüşdü. Mən onda Hollandiyada yaşayırdım. Onda məsəl üçün çox qayıtmaq istəyirdim. Ceb döyüb gələcəkdi. Yox, döyüb gəlmək məsələsi deyil idi. Məsələ burada idi ki, məsələn, o Kəramət Böyük Çölün çox gözəl bir sözü var, bəlkə sənin də qarşına çıxıb oxumusan. O deyir, mən ailəmdən ayrılanda qızım təzə doğulmuşdu. O deyir, bir gün yoldaşım zəng vurdu mənə, dedi ki, həmişə biz uşağı yatızdıranda mən sağında uzanardım, yoldaşım solunda uzanardı. Sağa gələndə mən müdafiə eləyərdim onu, qoymazdım düşsün yataqdan. Sola gələndə yoldaşım. Bir gün mən olmayan vaxtı, mən olmayan yerdən oğlum düşüb başını əzmişdi. Yoldaşım mənə həyəcanla aramışdı ki, zəng vurmuşdu ki, bəs Kəramət, oğlumuz sən olmayan yerdən yıxılıb, bəs başını əzib. Mən onda deyir, ayrılmışdım, qızım təzə dünyaya gəlmişdi. O kitabında da qeyd edib ki, gör indi mənim qızım, mən olmayan yerdən qızım neçə dəfə yıxılıb, başını əzib. Möhtəşəm. Azərbaycandan Almaniyaya
gəlmək istəyən adamlar var da, hansı ki, bəziləri deyir ki, əlimdən heç nə gəlmir, kənd uşağı olmuşam falan. Bəs onlara nə demək istəyirsən burada? Onlar çox əziyyət çəkirlər. Mən elə uşaqlarla bir yerdə çox işləmişəm. Dostlarım var elə, məsəl üçün, rayon uşaqlarıdır, kənd uşaqlarıdır. Məsələn, var içlərində bacarıqlı olanları, həqiqətən də dünya görüşləri biraz inkişaf eləmiş uşaqlar. Məsəl üçün, onlar özlərinə bir yer tapa bilirlər. Elələri də var ki, çox əziyyətlər çəkirlər. Məsələn, mən uşaq tanıyıram ki, Espanın, Ubanın nə olduğunu bilmir. Qatara necə minirsən, necə düşürsən, harada yerləşir ümumiyyətlə, nətər ora bilet ala bilərsən. Amma Avropadadır. Amma Avropadadır. Bəlkə heç Azərbaycanda, Bakıda da olmayıb. Məncə o çox çətin məsələdir. Bu tam nə inteqrasiya sayılır, nə adaptasiya sayılır, heç nə də. Yəni adam, yəni gəlib isə necə bir yerdə oturmaq da olmur. Naura gəliblər də, Naura. Yəni onlar məsəl üçün onların gedən ömrünü də mən boş sayıram. Bura gəlməklərini də boş sayıram. Amma eyni zamanda da başa düşürəm. Hə də yəni. Eyni zamanda da başa düşürəm. İnsan qınamaq vallahi asan deyil, əsas başa düşürəm. Empati qurmaq lazımdır. Heç bir zaman. Bu həyatda 90 təvəllüdə, 1990-cı ildən adam olmuşam. Heç vaxt olmaz dediyim hər şey oldu. Heç vaxt yaşamaram, heç vaxt olmaz, ola bilməz, mümkünsüz bir şeydir. Anam deyir, heç vaxt demə, heç vaxt. Heç vaxt demə, heç vaxt, bəli, elədir. Yəni, çünki heç vaxt deyilən bir şey yoxdur. Yoxdur. İnsan bir şeyi inkar eləyə bilmir. İndi sənin, hər bir insanın təsəvvürü olur da, hər bir insanın deyək ki, qarşısına qoyduğu hədəflər olur. Sənin hədəflərin, təsəvvürün nədir? Yəni, bir il sonra özünü harada görürsən? Mən? Bəli. Yenə də bu bir şeydir var ki, Coşqun, mən nə qədər nə isə təsəvvür etsəm də belə, xəyal qursam da belə, yenə deyirəm, hər şey istədiyin kimi getməyə də bilir. Məsələn, təsəvvüründə canlandırır. Başlayırlar, hamı insanın özündən asılıdır. Özündən asılı deyil. Əlbəttə ki, sən məqsədlərin üçün hansısa bir çabanı sərf edəndə mütləqdir ki, sən əli boş geri qayıtmırsan. Yəni, belə deyək, 100-ü istəyirsən, 100-ü almasan da 50-ni alırsan da, başa düşdün? 100 verilməsə də 50 verilir sənə ən azından. Bunun üçün də zəhmət tələb edir. Hər şey zəhmətdir. Zəhmət çəkməsən heç bir nəticə əldə edə bilməzsən. Mən belə başa düşürəm, belə düşünürəm. Yəni, bax, təsəvvür eləyə bilirdin ki, yəni bir müddət sonra sən Avropada yaşayacaqsan, yəni futbol sənətini burada davam elə. Həyatı boyu. Yatsam yuxuma gəlməzdi. Bəlkə də bu sənin öz istəyindən asılı olub. Yəni, demirsən ki, mən görən nə işlə məşğul olum. Mən Azərbaycanda futbolçu olmuşam, qoy elə futboldan məşğul olum. Yoxsa təsadüfəndir. Sən bilirsən bizim ümumiyyətlə klubun yaranmağını, necə yaranıb? Yox. Necə yaranıb? Verkştatda... Görsən, söhbətdə çıxır. Avtoservisdə, indi Azərbaycancası avtoservisdə, dostlarımızın avtoservisində bir qonaqlıq nəticəsində yaranıb. Yəni, qonaqlıq olunan bir yerdə mən dostlarıma qulluq eləyirdim. Orada sağlıq deyildi. Sağlıqda biraz mən sağlığa saxladım. Dedim, elə sağlıqlar deyəyin ki, edə biləcəyimiz şeylər. Yəni, edə bilməyəcəyimiz şeylərin... Futbol klubu açısını açdınız. Elə bir şey oldu. Hə, çünki mən... Elə oldu. Mən çünki İtalyan futbol klubuna getmişdim burada. İtalyanların futbol klubuna getdim. Orada mənim oyunuma baxdılar, çox xoşları gəldi. Hərçənd ki, mənim çəkim çoxdur, hal-hazırda futbolu buraxdığım çoxdur. Avropada ümumiyyətlə 3 ilə yaxındır futbol oynamıram. Heç bir məşq eləmirəm. Düzdür, səhərləri qaçıram, eləyirəm. Özümə vaxt ayırıram yetəri qədər. Çalışdığım qədər siqaret çəkmirəm falan filan. Amma belə bir şey yox idi, düşüncə yox idi. Orada yarandı. Mən dedim ki, nəyə görə İtalyanın, nəyə görə Albanın, nəyə görə Kürdün, Türkün ki, klubu var, Azərbaycana aid futbol klubu yoxdur. Onlar dedi ki, belə bir, Sərxan dedi ki, belə bir şeyin sözün verirəm və arxasında dururam ki, eləyək belə bir şey. Maddi tərəfində mən həll eləyirəm. Mən də dedim ki, çox gözəl. Mənəvi tərəfi də mənə düşdü. Yəni, əziyyət tərəfi, düzdür, hamımız əziyyət çəkir. Bu, büyük komanda şəklidir. Mən deyə bilmərəm heç vaxt, o mənəmçilikdə heç vaxt boynuma o məsuliyyəti götürmərəm. Mən elədim, mən qurdum, mən yaratdım. Yox.
Burada hamımız Əlim, Əlbəttə ki, təkərdən səs çıxmır. Akin qardaşımız var, o Sərxan, mən, Vüqar əmi var Münsterdən. Hamı futbolda əziyyət çəkən, məsəl üçün Erzamin əmi var, Düsseldorfda yaşayır, Kənanın atası. Yəni ilk gündən o qədər belə can yandırdılar ki insanlar. Mən belə şoka düşdüm, dedim ki, bəzən deyirlər axı Azərbaycanlıların birlikləri biraz zəifdir, nə bilim, Azərbaycanlılardan kənar qat. Qoydum peçat oradan, ala bax. Çox gözəl. Mən buradan valla... Mən həqiqi düşünmürdüm ki, bu sadəcə yeyib-içmə masasından yaranan bir ideal. Valla bu yeyib-içmə masasında olub. Amma yəni çox güclü yeyib-içmə olub. Yəni həqiqi çox, yəni futbol klubuna qədər gəlib çıxıbsa, yəni həqiqətən çox güclü olub. Amma bizim bax bu Azərbaycanda mən Lipştadda artıq 4 ildir ki yaşayıram. Yəni Azərbaycanlılar maşallah olsun öz sözlərini deyirlər. Hərçənd ki göstərmirlər. Amma mən sənə bir söz deyim. Mən yəqin ki buradan baxan başqa şəhərlərdə yaşayanlar pis başa düşməzlər, qınamazlar. Lipştadda olan mehribançılıq Almaniyanın başqa şəhərlərində yoxdur. Mən buradan da çox sağ ol deyirəm, burada yaşayan, çoxdan yaşayan insanlara, burada o birliyi, bərabərliyi yaradanlara, qoruyub saxlayanlara, burada çox insanların əziyyəti var, Murad. Bu elə belə, yəni boş-boşuna yaranan bir şey deyil. Burada çox böyük əziyyətlər, zəhmətlər. Bura indi sən düşün də, bizim kimi o qədər insanlar, Azərbaycanlılar gəlib gediblər ki. Gəlib gedənlər var, qalanlar var. Onlar, qalanlar buranın, belə deyim də, onurğasıdır. Belə böyüsə, inkişaf eləsə, artıq deyək ki, Lipştad Almaniyanın bir Azərbaycan kəndinə çevrilə bilər. Ola bilər. Bundan sonraki məqsədimiz də bu olsun. Futbol komandası yaratdıq. Futbol komandası. Yəni, biz izləyən Azərbaycanlılar, onu da sözün verirsinizsə möhtəşəm. Yəni, Lipştad Azərbaycan kəndi eləyir. Olar. Amma var da, məsəl üçün, Berlində, deyək ki, türklər çox yığılıb, məsəl üçün, deyək ki, bu Hollandiyada da var. Hə, bu küçədə bütün binaları alıblar və elə olub ki, yəni, türk adını dəyişib, türk adı qoyublar da, küçənin adı. Var, mən də. Məsələn, mən Hollandiyada yaşadığım müddətdə hətta Osmanlı imperiyasına kimi deyir, gedir, çıxır, yəni nətər Osmanlı imperiyasına. O vaxt deyir, İspanlar Hollandiyaya hücum eləyəndə, məsəl üçün, o yerə çatanda, o şəhərə çatanda, məsələn üçün, orada türklərin çox yaşadığı yer. Gəlirlər, deyirlər ki, İspanlar bura hücum eləyirlər. Deyirlər ki, ora türk bayraqları asın, onlar geri qayıdacaqlar. Bizdə də maşallah olsun, yəni deməli, bax, Azərbaycanlıların burada məkanları da çoxalıb. Çoxalıb. Hər demək olar ki, şirkətdə, Lipştadda olan, yəni ən azından bir-iki dənə Azərbaycanlı var. Məkanı olan. Məkanı deyil, yəni hər hansı, burada olan şirkətlərin tərkibində işləyən, çalışan 100%. Bir neçə Azərbaycanlı. 100%. Yəni biraz da çalışsa daha da böyük. Mən düşünürəm ki, Lipştadda da Almaniyanın Azərbaycan şəhəri statusunda qazandıra bilərik. Niyə də yox yəni? Ola bilər. Məsəl üçün, Almaniyanın bəzi şəhərləri var ki, orada türk qardaşlarımız var. Məsəl üçün, deyirlər ki, bu şəhərdə türklər çox. Amma həqiqətən də statistik olaraq belədir. Deyir ki, Almaniyanın Lipştad şəhərində orada bizə nə qədər Azərbaycanlılar var, belə deyir. Nüfus azdır, yarıdan çoxunda Azərbaycanlılar təşkil elədiyi üçün ola bilər ki. Keyfiyyət yaxşı olsun. Bəli. Çoxluq əsas deyil. Çoxluq əsas deyil, keyfiyyət yaxşı olsun. Çoxluğun başqa şey var. Yaxşı insanlar. Yaxşı insanlar gəlsin. Nə demək istəyirdin efirimiz vasitəsilə, podkastımız vasitəsilə? Valla çox maraqlı oldu. Sənə çox təşəkkür edirəm. Həmişə əziyyətimizi çəkmirsən. Həmişə Azərbaycanlılar, biznesmenlər olsun, qeyri-biznesmenlər olsun. Hamısına çox diqqətlə yanaşırsan, çox həssaslıqla yanaşırsan. Allah səni xoşbəxt eləsin. O qədər gözəl işlər görürsən ki, həqiqətən də məsəl üçün, mən bu sözü həmişə deyirəm, hər zaman deyirəm. İnsanlar var ki, insanların yaxşı işinə sevinə bilmirlər. Bunu istər içində də, məsələn, daxili dünyasında yaşayır, hiss eləyirsən. Bir də var ki, onu görsədən insanlar da var. Yəni ki, nətər yəni ya, bu belə oldu. Məndə niyə yox? Mən sənin efirin vasitəsilə birinci sənə təşəkkür edirəm. Bu mehribançılıq, bu səmimiyyət, bu gözəllik, qəlbin o qədər gözəldir ki, bu tərif deyil, vallahi billahi deyirəm ki, bu həqiqətdir.
Var olasın. Bu reallıq da deyil, bu həqiqətdir ki, sən çox gözəl qardaşsan, sən çox gözəl işlər görürsən, sənə də işində müvəffəqiyyətlər arzulayıram. İnşallah ki, sənin də, sən həmişə deyirsən, baxıram, sənə izləyirəm, sənə də bir sponsor tapılar. 100%. O sponsor Dostlar, göründə. zəhmət olmasa... Hər şey söz, komandalar yaradanlar çıxıb gedir. Coşquna da sponsor kimi, Coşqun gözəl işlər. Əslində bizə necə olur? Məsəl üçün, indi mən də Azərbaycanlıyam və çalışıram ki, Almaniyada yaşayan Azərbaycanlıları azdan çoxdan insanlara çatdırım. İndi bizdə normalda sosial medianı hədəfləmişik də. Məsələn, insanlar gedir restoran açar, production açar. Biz heç nə açmışıq, biz televiziya açmışıq və insanları çatdırırıq fikirləri. Gözəl. Məsəl üçün deyək ki, niyə də olmasın da, yəni Almaniyada olan Azərbaycanlılar bizim portal vasitəsilə, sayt, YouTube vasitəsilə digər Azərbaycanlıları tanısın. Əlbəttə. Onların biznesi böyüsün. Mənim əslində sponsor maddi gəlir mən güdmürəm. Mənim güddüyüm sponsor odur ki, məsəl üçün deyək ki, bizim çəkiliş üçün, yəni daha da böyüməyimiz üçün o imkanları yaratsınlar. Deyək ki, ola bilər ki, çəkiliş komandası ilə bizi təmin edə bilərlər və ya hər hansı bir məkanla, pavilyon qrubu orada məsəl üçün qonaqlarımız. Yəni o cəhətdir. Yəni başqa şükür Allah, pulumuz var. Şükür Allah artıq eləsin. Allah artıq eləsin. Mənim deməyim odur ki, Coşqun, çox sağ ol hər şey üçün. Efir vasitəsilə də onu demək istəyirəm ki, bizə çox TikTokdan olsun, Instagramdan olsun, Azərbaycandan yığırlar ki, necə eləyə bilərik övladlarımız gəlsin orada sizin futbol klubunda futbol oynasınlar. Necə eləyə bilərik ki, ora gələ bilərik. Bunun üçün vasitələr, variantlar çoxdur. Sağlam, düzgün olan yolları seçsinlər, düzgün olan yolla gəlsinlər. Gəlib burada əziyyət çəkməsinlər. Belə deyim də, böyük ümidlərlə gəlib burada ümidləri sınmasın. Mən də sizə arzulayıram ki, o qədər komandamız və futbol komandamız deyəlim, böyüsün ki, yəni artıq o sual soruşan insanların övladlarını gətirə biləcək gücünüz olsun ki, 100%. Buradan onun da sözünü verək ki, biz akademiya olmaq istəyirik burada. Məqsədimiz odur. Akademiya halına salınandan sonra bütün yaş qrupları, uşaqları olmalı. Bütün yaş qrupunda uşaqları valideynləri ilə, gələn valideynləri ilə tək o imkan yaransa, tək gəlib qalmaq, qayıtmaq, gəlib qayıtmaq. Çünki az yaşlı uşaqlar belədir ki, daimi burada saxlaya bilmərik. Qanun çərçivəsində deyirəm bunu. Eşitdiyimə görə, oxuduğuma görə müəyyən bir şeydə eləməlisən. İnşallah ki, klubumuz böyüsün, akademiya halına düşsün. Azərbaycandan bura çox tələbələr inşallah şey deyəcəyik. Çox insanlar, çox futbolçular. Sözün verirəm. Sözün verirəm. Çünki məqsədimiz odur. Bizim niyyətimiz burada, yenə deyirəm, pul qazanmaq deyil. Sən necə deyirsən, bizim də məqsədimiz pul qazanmaq deyil. Mən o çətinlikləri görmüşəm. Mən istəmirəm Azərbaycanda futbolçular müəyyən bir yaşa kimi gəlsinlər, müəyyən bir yaşdan sonra yox olsunlar. Olsunlar. Hamı futbolçu da ola bilməz. Hamı futbolçu da ola bilməz. Amma müəyyən bir yerə qədər ola bilərlər. Ən azından tam profesional olmasalar da, belə deyək də, yarı profesional, məsəl üçün Avropada hansısa bir liqdə oynaya bilərlər. Mən də sənə uğurlar arzulayıram. Çox sağ ol, Coşqun. Sizə uğurlar arzulayıram. İnşallah çəkilişlərimiz hələ də davam eləyəcək. Çünki Vüqar Nadirov falan gəlir. Vüqar Nadirov gəlir, Ramiz Çovdarov gəlir, dedik burada sən efirin vasitəsilə. İlk dəfə burada açıqladı. İndi mən onu xüsusən kəsib paylaşacağım ki, gənclərimiz də bilsin. Bu arada, əziz dostlar, biz podkastımızı normalda, məsələn, biznesmenlərlə çəkiliş eləyəndə çox dostumuz deyirdi ki, niyə qeyri-biznesmenlərdən çəkiliş eləmişsiniz? Və podkastda onun üçün də, əlbəttə ki, çəkilişdə iştirak etmək üçün aşağıda yazılan telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Məmnuniyyətlə sizə çəkərik. Podkastda iştirak elədiyinə görə dərin təşəkkür edirəm sənə, qardaş. Çox sağ ol. Allah səndən razı olsun. Günü tamamladıq, başımıza quş sıçmadan və möhtəşəm lüstro ilə. Düşün, hava günəşlidir də artıq külə qalxıb və deyək ki, mən düşünürəm ki, yağış da yağar. Yağış yağar, çünki hava qara üzüm bizə görsətdi. Yəni. Hava qara üzüm bizə görsətdi. Və qara üzünü də görmədən çıxıb gedək. Özünüzə yaxşı baxın, əziz dostlar. Növbəti proqramımızda görüşərik. Bugün bizimlə birlikdə Samir idi. Az International Lippstadtın idarə heyətinin üzvü mü deyim, yoxsa rəhbərliyin, ikinci rəhbəri mi deyək, yoxsa necə? Əsas odur ki, verilmiş bir sözün ən net nəticəsi hal-hazırda bizlə birlikdə idi və düşünürəm ki, növbəti proqramımızda fərqli qonağımızda daha maraqlı bir podkast sizə təqdim eləyəcəyik. Növbəti proqrama qədər sağ olun,
Salamat qal, Murat. Əfirəm, var olasın. Sağ ol.